Salam cənab prezident. Mən buradan bu günlərdə, bu yaxınlarda bir müraciət edəcəm inşallah və ilk öncə elə bir sözü, bir məsələ demək istəyirəm ki, insan ümumiyyətlə hər şeyi öyrənir, sədaqət və cəsarətdən başqa. Bu keyfiyyətlər insanın qanında gərək olsun ki, yəni qanında olur. Gərək insan qanında olsun ki, o cəsarəti, o ürəyi daşıya bilsin. Əlhamdülillah, müsəlmanıq, şükür Allaha, ürəyimiz də var, Azərbaycanlıyıq. Mən inşallah sizə bir qurumun içində olan bəzi dövlət, vətən xainləri haqqında, yəni millət xainləri haqqında bir açıqlama edəcəm bu yaxınlarda inşallah. Xahiş edirəm ki, əvvəl necə mənə inandınız, mənə güvəndiniz, mənim sözümə etimad etdiniz. Əlbəttə ki, dəlilləri sizə verərək mən bu etimadı qazanmışam. Bundan sonra da xahiş edirəm sizdən artıq dərəcədə mənə lazım deyil başqa, yəni kiminsə haqqında boş-boş danışmaq ya da mənə lazım deyil heç bir şey. Mən buradan deyirəm, mənə demişdilər, bu sözü buradan deyirəm. Bu sözü yaxşı bax, yadınıza salıram. Kim deyib ona mən indi buradan yadına salıram ki, kimlər deyib onların yadına salıram. Mən ümumiyyətlə mənim bu bəzi müraciətlərimdən sonra mənə ancaq quyu qazdılar və mənə demişdilər ki, başına nə iş gəlsə bizdəndir. Yaxşı. İndi bəzi tulalarını doldurdular mənim işlərimə, bəzi quyular qazdılar, işlərimi bəzi maneələr yaratdılar. İndi mən buradan deyirəm ki, mənə hansı tulaları ki göndəriblər, hansı şərəfsizliyi ki elətdiriblər, getsinlər həmin o tulalara, həmin o mənə dəyən ziyanları bir-bir ödətdirsinlər. Əks halda mən bütün hər şeyi elə bax, tək bu kanalda deyil ki, çoxdur kanal. Öz kanalımda da, digər media işçisiyəm. Hər bir yanda hamısını bir-bir bu günə kimi sakit durmağımın səbəbi o idi ki, mən hər şeyi bir-bir yəni ölçürdüm, bitirdim, yoxluyurdum, dəqiqləşdirirdim. Amma bundan sonra hər şeyi açıq-aşkar deyəcəyəm. Mən beynimdən oynamıyorum. Allah, Muhammed